Salam hörmətli müəllimlər. Bu günlərim artıq sertifikasiya imtahanı yekunlaşdı. Bütün müəllimlərimiz bizim imtahan verdi. Hər bir uğur qazanan müəllimə uğurlar arzu edirəm. Təbrik edirəm onları. Uğur qazanmayan, uğur əldə etməyən müəllimlərə də darıxmayın, səbirli olun. İnşallah növbəti bir ildə müddətiniz var ki, bu müddət ərzində düzgün və məsuliyyətli çalışmaqla növbəti uğuru əldə edərsiniz. Mən bugünkü videomun əsas məqsədi mən öz nəticələrimi paylaşmaq istəyimdir. Öz nəticələrimdən bu il ümumilikdə 104 müəllimi sual-cavab etmişəm. Sırf dərs hər gün həftədə 2 dəfə olmaqla sual-cavab elədiyim 104 müəllim ki, hansı ki onlardan 75 nəfəri 50 plus nəticə toplayıb, 28 nəfəri 41-50 arası nəticələrimiz var. 2 müəllim isə 30-dan 40-a qədər olan bir nəticə əldə edərək uğur qazanmışdı. Bu nəticə, bu paylaşdığım inşallah videonun digər qismində bu müəllimlərin ad və soyadları, ümumilikdə mesajları sizlərlə bölüşəcəm. Bu paylaşdığım nəticə təbii ki, mənim birbaşa sual-cavab elədiyim nəticələrdir. Hər hansı bir YouTube videolarıma baxan və yaxud da test əldə edən yox, sırf dərsimdə iştirak edib sual-cavab elədiyim bir müəllimlərdir ki, biz hər gün bunlarla belə deyim, dərs soruşmuşuq, hər gün belə deyək, onlar mənim suallarıma cavab veriblər, hər gün məsuliyyətli olub dərslərimdə iştirak ediblər və bu uğuru belə deyim, birlikdə qazanmışıq. Təbii ki, bu uğurda öz müəllimlərimin də öz əməyi nəticəsində də baş verib ki, onların da, yəni belə deyək, dərsə məsuliyyətli yanaşmaqları, hər gün dərsə qoşulmaqlarının nəticəsində bu uğur əldə olunub ki, inşallah sizlərə videonun digər qismində bu nəticələri və müəllimlərin hər bir adlarını sübutlu şəkildə təbii ki paylaşacağım. Hər birinizə uğurlar arzu edirəm. Təkcə sertifikasiyada yox, elə real həyatımızda da uğur əldə eləməyinizi, hər birinizə can sağlığı, uzun ömür və ümumilikdə iş və karyeranızda və şəxsi həyatınızda uğurlar arzu edirəm hər birinizə.